Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Laxşin, insan psixologiyası metodistidir. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, günümüzdə qlobal olan bəzi və çox çətin, hətta belə deyərdim, xəstəliklər sırasına daxil olan bir yaşam tərzi var. Çox insanlar bunun fərqində deyil və bir növ ayrılmaq istəmirlər. Bu nədir? Ümumən, deməli, əksər insanlar deyək, hətta 100-ün 75-80%, yəni bu ümumi bir statistikadır, çox yaxşı bildiyi hər hansı bir peşələrin arxasınca getmirlər. Məsələn, ali təhsil müəssisəsinə qəbul oldu, istəmədiyi, belə deyək, ixtisasa, istəmədiyi fakültəyə və həmin ali təhsil müəssisəsini bitirdi, magistrda oxudu, yenə istəmədiyi yerə. İndi ya balı çatmır, ya alınmayan da alınmır və sonda istəmədiyi ixtisası işləyir. Məsələn, maaş alır 700, 800, lap alsın 1000, 1500. Amma içindən bu işi görmək gəlmir. Hər səhər duranda düşünün sizə ki, necə əzab, istirab. Bəzən düşünərsiniz ki, yox, bu işi sevənlər falan çoxdur, xeyr. Əksər insanlar bu dəqiqə öz şəxsi işlərindən narazıdırlar. Çünki plansız və məqsədsiz davam edib. Baxsan, məsələn, belə deyək, hər hansı bir mühəndisdir və ya hər hansı bir şirkətdə işləyir, tikinti ilə bağlı və ya hər hansı bir ümumən sahə mühəndisi deyək, məsələn, daha belə açıq-aşkar. Amma gəl ki, bu adam elə bir aşbazlıq sahəsindən, kulinariya sahəsindən, hər hansı bir yemək sektorunun ümumən deyək, bir aşbazlıq bölməsindən deyək, elə bir qidaları, elə bir yeməkləri bişirir ki, əksər aşbaz gəlib onu bacara bilməz. Amma bu iş qalır qıraqda, sevmədiyi ki, hər səhər durur, avtobusa gedəndə biraz loğuru şablon kimi səslənəcək, söyə-söyə. Hə, bugün söydüm, sabah söydüm. Yenə eyni, köhnə anam, köhnə tas. Və ayrılmaq istəmirlər. Və nəticədə evlənib ailə quranda, zaman keçdikcə, yaş artdıqca məcburiyyət qarşısında qalıb gedib o iş. Niyə? Çünki sənin evində ailən var, uşağın var. Daha dərinə gəlsə, oğlun var, qızın var. Getməlisən onlara görə. Amma məqsədli şəkildə hər hansı içindən gələn bir peşənin arxasına düşsəydi, artıq oradan gələn qazancla birlikdə daxili həvəslə birləşir və toplam olaraq hər hansı bir şəxsi biznesə atılmağa bir addım olur. Bir və sevmədiyin işi işləyirsən, sənə ancaq günü-günə satmaq və oradan pul gəlir. Amma sevdiyin iş olanda mütləq şəkildə loru dinlədikcə bir həvəs doğur, bir həvəs ortaya gəlir, məhsul. Ona görə mütləq şəkildə hər zaman planlı olmaq lazımdır. Və əgər müəyyən yaş mərhələsinə çatıb plansız olunubsa, onu ortadan qaldırmaq üçün mütləq şəkildə əldə olan kiçik balaca bir büdcə varsa vəsait, onu içinizdən gələn bir peşəyə yatırın. Məsələn, kafeteriya sahəsində kiçik bir kofe məkanı açmaq. İnsan içindən gəlir ki, bu işi bacaracaq, deməli bacaracaq. Yox, əgər gəlmirsə, məqsəd yoxdursa və heç vaxt plan olmayıbsa, sıfır elə belə adi beyninə gəlir yetdaşdır. Onu heç vaxt bacarmayacaq. Amma içindən gəlir, bunu illərdir planlaşdırır. Onda olacaq. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz və yaxud fikirləriniz varsa bölüşə bilərsiniz.